Türkiye Prezidenti Recep Tayyip Erdoğan Cumhuriyet Xalq Partiyasının sədri Özgür Özeli məhkəməyə verib. Gündəm Xəbər Milliyyət qəzetəsinə istinadən xəbər verir ki, bu barədə Erdoğanın vəkili Hüseyin Aydın X sosial şəbəkə hesabında paylaşım eləyib. Məlumata görə Özgür Özelin 21-ci fövqəladə qurultay zamanı Prezident Recep Tayyip Erdoğanı hədəf alan ifadələrindən sonra bununla bağlı gərəkli tədbirlər görülüb. Hüseyin Aydın bildirib ki, Ankara Asliyə Hüquq Məhkəməsində Özel haqqında 500 min Türk lirəsi, yəni təxminən 23 min manata yaxın mənəvi təzminatın ödənilməsinə dair məhkəmə iddiası qaldırılıb. Hüseyin Aydının sözlərinə görə, həmçinin prezidentin təhqir edilməsi ittihamı üzrə Ankara Respublika Baş Prokurorluğunda cinayət işinin açılmasına dair müraciət edilib. Qeyd eləyək ki, Özgür Özelin Erdoğanı ünvanladığı Türkiyəni seçkilərdən, rəqiblərindən və millətdən qorxan bir xunta idarə eləyir sözləri böyük müzakirələrə səbəb oldu. Prezident Recep Tayyip Erdoğan xunta ifadəsinə görə Özelə qarşı 500 min lirə təzminat tələbi ilə məhkəmə iddiası qaldırıb.